Salam dostlar, bu gün baxırıq yüklü zərrəciyin çevrə üzrə hərəkətinə, periodik hərəkətlərinə, düzdür? Başlıq biraz daha böyükdür, ancaq səbrim çatmadı oxumağa. İnşallah siz məni başa düşdünüz. Ona görə ehtiyac görmürəm. İndi gərək əsas düsturlarımızı yazaq. Çünki burada əksəriyyəti düsturların açılışıdır. Deməli, F bərabərdir M A-dan. F-in yerinə nə yaza bilərik? Q, V, V, Lorentz qüvvəsinin düsturunu, M-A-nı da olduğu kimi saxlayırıq. Buradan açılış biraz daha uzundur. Sadəcə yazacağım. R bərabərdir VM bölünsün Q, V. Gəlin suala. Birinci sualda bizdən kütləni soruşur. Bax, burada kütlə 2 var. Bax, burada. Kütləni tapmaq üçün nə edirik? R-i Q-yə, B-yə vurub V-yə bölürük. Bu da var Y variantında. Gəldik ikinci suala. İkinci sualda bizdən nəyi soruşur? Bir dəqiqə. İnduksiyanı soruşur. Baxın, burada induksiyanı tapmaq üçün nə edirik? R ilə induksiyanın yerini dəyişirik. Və MV-ni bölürük R-Q-yə. MV-ni R-Q-yə böldük. Bu da bizə A variantı verdi. Gəldik üçüncü suala. Bunu biraz daha yaxınlaşdırım. Buradan da yenidən düsturumuzu yazaq. R bərabər idi. MV bölünsün QB. Soruşur bizdən nəyi? Sürəti. Sürəti tapmaq üçün nə edirik? R-i Q-yə, B-yə vururuq, M-ə bölürük. Bu da harda var? C variantında var. Gəldik digər suala. Burada bizdən nəyi soruşur? Q-nü soruşur. Q-nü tapmaq üçün Q ilə R-in yerlərini dəyişirik. MV-ni bölürük R, B-yə. Bu da var A variantında. 5-ci sualda. 5-ci sualda baxın, burada QVB bizə nəyi verirdi? F Lorentz qüvvəsini. Qüvvəni də M-ə kütləyə böləndə nə aldıq? Təcil almış oluruq C variantı. 6-cı sualda. Fizik maqnit sahəsində çevrə üzrə hərəkətdə zərrəciyin xüsusi yükü hansı ifadə ilə təyin olunur? Gəlin neyniyək? Gəlin bax bu düstura əsasən. R bərabərdir. M, B bölünsün Q, B-dən. Bax, buradan M-i, daha doğrusu Q-nü M-ə böləndə bizə nəyi verəcək? Q ştrixi, xüsusi yükü. B qalır, yuxarıda da V qalır. Xüsusi yük nəyə bərabər idi? V bölünsün Q, B, deməli, xüsusi yüklə R-in yerini dəyişəndə V bölünsün R, B-yə. Bu da olacaq C variantı. Gəldik 7-ci suala. 7-ci sualda maqnit sahəsində hərəkət var. Bizdən nəyi soruşur? Sürəti. Baxın, yenə eyni düsturlardan istifadə edərək bu səfər nəyi axtarırıq? Sürəti axtarırıq. Bax, burada bir dəqiqə. Burada sürəti tapmaq üçün nə edirik? R-i Q-yə, B-yə vururuq, M-ə bölürük. Bu da harda var? D variantında. Gəldik 8-ci suala. Yenə də düsturlarımızı yazaq. Deməli, buradan periodun gəlin düsturunu yazaq elə. 2 pi M bölünsün Q, B. Baxırıq ki, bu nəyin düsturudur? Elə periodun düsturudur. 9-cu sualda 2 pi M bölünsün. Bax, bunu neyniyək? Açaq gəlin bunu. Burada 2 pi M V aşağıda Lorenzin yerinə nə yaza bilərik? Q, B, V. Buradan V'lər ixtisar getsə, 2 pm QB qalmış olur yerdə. Buradan da neyniyək? 2 pm Q bölünsün QM bizə nəyi verirdi? Periodu qiymətini verirdi. Deməli, elə burada da bizdən periodu soruşur. Baxaq 10-cu suala. 10-cu sualda bizdən nəyi soruşur? Q yüklü zərrəcin impulsunu soruşur. Gəlin düsturumuzu yazaq. R bərabərdir. P bölünsün Q, B-dən. İmpulsu tapmaq üçün nə edirik? R-i Q-yə, B-yə vururuq.
11-ci sualda MV bölünsün QB. MV-ni Q-yə böləndə QB-yə bizə bayaq gördük ki, nəyi verirdi? Radiusu verirdi. Baxın, elə bu düsturda da açsaq P-ni, radius harda var? Əyrilik radiusu Y variantı. 12-də QBR. Gəlin baxaq. Q-nü, B-ni olduğu kimi saxladıq. R-in yerinə bax bu ifadələri yaza bilərik. MV bölünsün QB. Baxırıq ki, QB-lər ixtisar gedir, yerdə impuls qalır. Deməli, bizdən impulsu soruşur. Və 13-cü sualda. 13-cü sualda V bölünsün BR. Gəlin, bax bunu da yenə buraq açaq. V-ni olduğu kimi saxladım. Aşağıda B-ni olduğu kimi saxladım. R-in yerinə nə yaza bilərik? MV bölünsün QB-ni yaza bilərik. Buradan Q-lər, V-lər ixtisar gedir. Q bölünsün M bizə nəyi verirdi? Xüsusi yükün qiymətini verirdi. Deməli, 13-də də xüsusi yükü soruşur bizdən. Və gəldik 14-də. 14-də hansı kəmiyyəti soruşur? İnduksiyası. İnduksiyanı soruşursa nə edirik? T bərabərdir. Çünki baxıram ki, period var variantların içində. 2 pi m bölünsün QB-dən. Əgər bizdən B-ni soruşursa nə edirik? T ilə B-nin yerini dəyişirik. 2 pi m bölünsün QT-yə. Bu da harda var? Y variantında. Sonra maqnit sahəsinin induksiyası. Yenə də maqnit sahəsinin induksiyasını soruşur. Bu səfər nə edirik? Tezliyin düsturunu yazırıq. Nü bərabərdir. QB bölünsün 2 pi m düsturuna əsasən. Əgər B-ni axtarırıqsa nə edirik? Nünü vururuq 2 pi m çarpmışıq burada. M-ə bölürük Q-yə. Bu da harda var? C variantında. 16-cı sualda. Bu səfər bizdən zərrəciyin yükünü soruşur və tezliklə olan düsturu yazmalıyıqsa. Tezlik bərabərdir. QB bölünsün 2 pi m-ə. Buradan Q-nü soruşursa nə edirik? 2 pi m-i vurma kimi atırıq, B-ni bölmə kimi atırıq, Y variantı. 17-ci sualda. Sürətlə daxil olur, zərrəciyin təcilini soruşur bizdən. Onda nə edirik? Yazırıq ki, F bərabərdir MA-dan. F-in yerinə nə yaza bilərəm? Lorenzin açılışını Q, V, B bərabərdirsə MA-ya. Təcili tapmaq üçün nə edirik? Q, V, B-ni M-ə bölürük. Bu da D variantı. 18-ə baxaq. 18-də bizdən nəyi soruşur? Dövr etmə tezliyini soruşur. Tezlik bərabərdir. Q, B bölünsün 2 pi m-ə. Bu da harda var? D variantında. 19-da nəyi soruşur? Bucaq sürətini, omeqanı bizdən soruşursa. Omega bərabərdir 2 pi n-ə. Düzdürmü? Buradan 2 pi-ni olduğu kimi saxlasaq, E-nin tezliyin yerinə nə yaza bilərik? Q, B bölünsün 2 pi m-i yazarıq. Buradan 2 pi-lər ixtisar getsə, yerdə qalar Q, B bölünsün M, B variantı. Yirminci sualda Q kvadratı, B kvadratı, E kvadratı bölünsün 2M varsa hansı? Deməli, nə edək burada? Gəlin yazaq Q-nün kvadratı, B-nin kvadratı. Bax, burada radiusun, R-in düsturuna nə yaza bilərik? R bərabər idi M, V bölünsün Q, B-dən. Radiusun kvadratı olduğu üçün bunların hamısının kvadratını yazacağam. M-in kvadratı, V-nin kvadratı, Q-nün kvadratı, B-nin kvadratı. Və Q kvadratı, B kvadratı ixtisar oldu. Yerdə qaldı M-in kvadratı ilə V-nin kvadratı. Burada 2M də var. Bunu da unutmuşuq. 2M. M-in də biri getdisə, yerdə nə qaldı? 2 də burada. MV kvadratı böl 2. Bu da bizə nəyi verəcək? Kinetik enerjini C variantı.
21-də bizdən soruşur xüsusi yükün düsturunu. Xüsusi yük üçün baxın periodun var variantların içində. Onda gəlin periodu yazaq. T bərabərdir 2 pi M bölünsün Q V-dən. Burada Q-nü M-ə böləndə bizə 2 ştrix verəcək. Bax, buradan da 2 ştrixi xüsusi yükü tapmaq üçün nə edirik? 2 pi-ni TB-yə bölürük. Bu da var A variantında. Gəldik 22-ci suala. 22-ci sualda, aha, bu da elə periodun bayaq yazdığımız düsturlara əsasən. Bu da periodun düsturudur. 23-ə baxaq. Çünki 23-də açılmadı. Gəlin biraz açaq. 23-də neyniyək? Yazıram kök altında. 2 kinetik enerjini M olduğu kimi saxladım. Aşağıda Q-nü saxladım. Bax, bu R-in yerinə bayaq bu 22-dəki düsturu gətirin, qoyaq, yazaq. Burada kök altında 2 kinetik enerji M bölünsün QB-dir. QB də yuxarı qalxır. 2-lər, kinetik enerjilər, M-lər, Q-lər ixtisar gedir. Yerdə B induksiyaya qalmış olur. Bu da harada var? B variantında. Davam edək. 24-ə baxaq. Periodun radiusla asılılığı. Period radiusla asılı deyil. Perioddur. Bir də tezlikdir. Bu iki cəmiyyət sürətdən, impulsdan, kinetik enerjidən, radiusdan, bax bu cəmiyyətlərin heç birindən asılı deyillər. 25-ci sualı necə işləyək bəs? 25-ci sualda gəlin, deməli, xüsusi yükün düsturunu yazaq. Küşdirik bərabərdir 2 pi bölünsün BT. Baxırıq ki, küşdirik T ilə tərs asılıdır. Hətta biraz bunu yerini dəyişə də bilərik əslində. Baxın, R bərabərdir M V bölünsün Q B. Baxın, burada Q-nü M-ə böləndə bizə nəyi verirdi? Q ştrixi verirdi. Burada da Q ştrixlə yeri dəyişsək, qoy elə bu düsturu yazaq. Gözlüyümüzə dəqiqə bu daha məqsədə uyğun olacaq. Deyəcəm niyə indi. Baxın, Q ştrix bərabərdir nəyə? V bölünsün R B-yə. Baxıram ki, bu küşdirik R ilə tərs asılıdır. Əgər bizə xüsusi yükün ən kiçiyi deyirsə, onda radiusun ən böyüyünü götürəcəyik. Baxın, hansının çəkdiyi bu çevrənin radiusu daha böyük olar? 5-in. Ona görə də cavab olaraq 5-i götürürük. Digər suala baxaq. Digər sualda da eyni tipdir. Sadəcə bu səfər bizdən xüsusi yükün ən böyük qiymətini soruşur. Xüsusi yükün böyük qiyməti lazımdırsa, deməli, radiusun kiçik olanına baxacam. Bu da harda var? C variantında. 27-yə baxaq. 27-də isə zərrəciyin kütləsindən söhbət gedir. Hansı zərrəciyin kütləsi? İndi gəlin radiusu yazaq. R bərabərdir 2 2 nə idi? Telefon qarışdırdıq. M V bölünsün Q B-dən. Baxıram ki, radiusla kütlə düz asılıdır. Əgər kütlənin ən böyüyü deyirsə, deməli, radiusun da ən böyük olanını götürəcəm. Bu da harda var? C variantında 5-ci sonuncu. Növbəti. Burada yenə kütləni soruşur. Sadəcə bu səfər kütlənin kiçik qiymətini soruşur. Yenə də radiusla düz asılı olduğu üçün radiusun ən kiçik olanını götürürük. Bu da C variantı olmuş olur. Aha. Bunlar. Gəldik 29-a. Biz bayaq nə dedik? Period asılı deyildi. Nə sürətdən, nə impulsdan, nə kinetik enerjidən. Ona görə D variantını götürə bilərik. 30-cu sualda tezlik də period kimi sürətdən, impulsdan asılı deyil C variantını götürə bilərik. 31-ə baxaq. Yüklü zərrəciyin kinetik enerjisini 4 dəfə artırdıqda, onun biznes maqnit sahəsində cızdığı çevrənin radiusu necə dəyişər? Gəlin, radiusun kinetik enerji ilə olan düsturunu yazaq. R bərabərdir kök altında 2 kinetik enerji vurulsun M-ə bölünsün Q B-yə. Baxırıq ki, burada radius kinetik enerji ilə kök altında düz asılıdır. Yəni, əgər kinetik enerji 4 dəfə artıbsa, deməli radius 2 dəfə artar. Xüsusi yükün vahidinə baxaq.
2 üstəlik bərabərdir Q bölünsün M-ə. Q-nun yerinə nə yaza bilərik? Cəryan şiddət IT bölünsün M. I-nin yerində amper yazaram, T-nin yerində saniyə yazaram, M-in də yerinə kiloqram yazaram. Bu da harda var? Y variantında. 33-cü suala baxaq. Teslanın yerinə B induksiyanı yazırıq, Coulomb-un yerinə Q yazırıq, saniyənin yerinə T yazırıq. Baxaq, burada nə edə bilərik? Bax, gəlin B-ni açaq. B-nin yerinə yazaq F bölünsün QV. Buradakı Q-ni olduğu kimi saxlayaq, buradakı T-ni də olduğu kimi saxlasaq, Q-lər ixtisar gedir. F vurulsun T qüvvə impulsu bizə nəyi verirdi? İmpuls dəyişməsini, yəni impulsu P-ni. P-ni də böləndə V-yə bizə nəyi verəcək? Kütləni. Gəldik 34-cüyə. Kiloqramın yerində kütləni M yazıq. Aşağıda var Q, Teslanın da yerinə B yazırıq. Q bölünsün M bizə nəyi verirdi? Q ştrixi verirdi. Burada qaldı Q ştrix. Və ya, yox, heç Q ştrixə ehtiyac yoxdur, bir dəqiqə. Kiloqramın yerinə M yazdıq. Coulomb-un yerinə Q yazdıq. Teslanın yerinə B yazdıq. B-nin yerinə də yaza bilərik. F Lorentz bölünsün QV. Onda bura yazırıq. F Lorentz QV. Kütlər ixtisar edir. Gedir M-V-nin yerinə P impulsu yazarıq. F-in də yerinə nə yazarıq? Məsələn, M-A yazsaq, buradan M-V, M-lər ixtisar gedir. V bölünsün A qalır yerdə. V-ni də A-ya böləndə bizə zamanı verəcək. Gözləyək. Davam edək. Və 35. Otuz beşdə amperin yerinə bir cəryan şiddəti yazırıq. Teslanın yerinə B induksiyanı, saniyə kvadratının yerinə də elə T kvadratı yazaq. Buradan I, T bizə Q verir. Yazıram Q, B, T-nin biri qaldı. T. Buradan da Q, B, T. B-ni biraz açaq. B-nin yerinə yaza bilərik ki, F Lorentz bölünsün Q, V. V-ni silib yerinə yazıram F bölünsün Q, V. Buradan Q-lər ixtisar gedir. F-T bizə nəyi verirdi? Qüvvə impulsunu, o da P-ni, delta P-ni, M, V-ni, yəni impulsu. Buradan da V-lər ixtisar gedəndə yerdə kütlə qalır. 36-ya. Periodla sürət necə asılı idi? Asılı deyildi. 37-də periodla Q necə asılıdır? Tərs asılıdır. T bərabərdir. M, 2, pi, M bölünsün Q, B-dən. Tərs asılıdır. Harada var? Y variantında. Gəldik 38-də. Bəs tezlik kütlə ilə necə asılıdır? Tezlikdə əgər period kütlə ilə düz asılıdırsa, deməli tezlik kütlə ilə tərs asılı olacaq. Tezliklə periodla sürətdən asılı deyillər. Sonra tezliyin gəlin B induksiya ilə olan düsturunu yazaq. M bərabərdir Q, B bölünsün 2 pi M. Baxırıq ki, düz asılıdır. B variantını götürə bilərik. 41-ci sualda. Əgər tezlik B ilə düz asılıdırsa, məlum məsələdir ki, periyoda tərs asılı olmuş olacaq. Baxırıq R-ə, radiusa. R bərabərdir M-V bölünsün Q, B-dən. Baxırıq ki, radius V ilə düz asılıdır, C variantı. Radius B ilə tərs asılıdır, B variantı 43-də. 44-cü suala baxaq. Periodla impuls asılı deyillər. Tezliklə də impuls asılı deyil. 45-də də C variantı, 46-da radiusla Q-nun arasındakı asılılığa R bərabərdir. M-V bölünsün Q, B-dən tərs asılı olar. D variantı. Radiusla kinetik enerji kök altında düz asılı olacaqlar. R bərabərdir. Belə heç düstura girmədən də sürətlə radius düz asılıdırmı? Sürət özü də kinetiklə kök altında asılı olduğu üçün deməli radius da kinetiklə kök altında asılı olmuş olacaq. Gəldik 48-ci suala. Bəs period kinetik enerji ilə necə asılıdır? Əgər sürətlə period sürətlə asılı deyilsə, demək heç kinetik enerji ilə də asılı deyil. Əgər period asılı deyilsə, deməli heç tezlik də asılı deyil. D variantı. 50-ci sualda cəmiyyətləri yerinə qoyaq və bizdən soruşulan nədir?
sahənin B induksiyasını. Gəlin əvvəlcə düsturumuzu yazaq. Baxıram ki, məsələnin içində radius var. Ona görə gəlin radiusda olan düsturu yazaq. R bərabərdir MV bölünsün QB yazsaq, buradan B-ni tapmaq üçün nə edirik? R-i, R ilə B-nin yerini dəyişirik. Bir dəqiqə. MV-ni böldük R Q-yə. M-in yerinə, kütlənin yerinə nə yazırıq? 1,6 vurulsun 10 üzərindən -27. Sürətin V-nin yerinə nə yazırıq? Sürəti bizə 10 verib, ancaq bir şərtlə. Böyük M-ə vurduğu üçün bir dəfə də bunu vuracağıq 10 üzərindən -6-ya. Onu da vururuq 10 üzərindən -6-ya. Davam edək. Aşağıda var Q. Q-nun yerinə N-yə yazsaq, N onsuz da 1-dir. Söhbət 1 dənə yükdən gedir. Ona görə də elə yazıram 1,6 vurulsun 10 üzərindən -19 və B-nin burada R-in yerinə nə yazırıq? 5-i də yazıram 5 vurulsun 10 üzərindən -2. Niyə? Çünki santimetrlə verilib, metrə çevrilməlidir. Və 1,6-lar ixtisar gedir. Sonra bunları ixtisar elədik. -27 ilə -19-u ixtisar elədik. Yerdə nə qaldı? Deməli 8. 10 üzərindən -8. O -8 ilə də bu ixtisar getdi, qaldı 10 üzəri 6. Bunlar da ixtisar gedir. Yerdə qalır 10 bölünsün 5. Bu da bizə verilmiş olur 2. 51-ci sualı gəlin yazaq. 51-ci sualda bizə nəyi soruşur? Yenə də maqnit induksiyasını soruşur bizdən. Onda yenə yazırıq. B bərabərdir. MV bölünsün QR. M-in yerinə nə yaza bilərik? M-i bizə nə verib? 9 vurulsun 10 üzərindən -31. V-nin sürətin yerinə 16 yazırıq, ancaq bir şərtlə. Vururuq 10 üzərindən -6-ya. Niyə? Çünki burada böyük M-lə verib bizə. Davam edək. Q-nun yerinə Y-ni yazırıq. Bir dənə yükdən söhbət gedir. 1,6 vurulsun 10 üzərindən -19 vurulsun. R-in radiusun yerinə 2 santim olduğu üçün 2 vurulsun 10 üzərindən -2 yaza bilərik. Davam edək. 1,6-lar. Aha. Bircə dəqiqə. Burada neyniyək? Vergülün birini sürüşdürək ki, burada da 16 olsun, burada da 16 olsun. Və vergülün birini sürüşdürdüyümüz üçün bura oldu -20. Bunlar ixtisar getdi. Sonra baxıram ki, 31 ilə burada var 20. İxtisar elədik, qaldı 10 üzərindən -10. -10 kimi. Onu da ixtisar elədik, -8 qaldı. -8 ilə də bunu ixtisar elədik. Yuxarıda qaldı 9 bölünsün 2. Bu da elədi 4,5. Bu variantı. Elektron biznes maqnit sahəsində hərəkət edirsə, dövretmə periodunu T bərabərdir 2 pi m bölünsün QB. Buradan 2-ni olduğu kimi saxlayıram. Pi-nin yerinə 3 yazıram. M-in kütlənin yerinə bizə nəyi verib? Bircə dəqiqə. Sürətlə. Burada sürətlə olan düsturu yazacağıq. Bircə dəqiqə. Periodun 2 pi r bölünsün V ilə olanı yazırıq. 2 pi-nin yerinə 3 yazırıq. Radiusun yerinə 4 vurulsun 10 üzərindən -2 yazırıq. Çünki metrə çevirməliyik. Sürətin də yerinə yazırıq. 8 vurulsun 10 üzərindən -6. İndi buradan ixtisarımız getdi. Yerdə qaldı 3. İxtisar n ilə istədiyi üçün cavabı. Bu da eləyəcək 30 n saniyə. 53 də tezliyi bu səfər hesablayırıq. Eyni üsulla tezliyi də hesablaya bilərik. Sadəcə məsələ buradadır ki, perioddan fərqli olaraq tezlikdə tərsinə çevirəcəyik. Necə? V bölünsün 2 pi r kimi. Burada sürətin yerinə yazıram 6 vurulsun 10 üzərindən 6. 2 pi-nin yerinə 3 yazırıq. R-in radiusun yerinə 5 vurulsun 10 üzərindən -2 yazırıq. Burada da ixtisar apardıq. Yerdə qaldı 1 bölünsün 5-dən 10-da 2, 20 ilə olan M-ə görə. Yəni vuracağıq 0,5
Vuracağıq 10 üzəri -6-ya, bu da oldu D variantı. Və gəldik 54-cü suala. Baxın, biz demişdik ki, tezliklə period sürətdən asılı deyil. Ona görə də sürətlərin fərqli olması tezliyə təsir eləmir. Onlar bir-birinə bərabərdir. Sonra 55-də. 55-də də bu səfər deyir ki, hansı kəmiyyətlərin qiyməti dəyişməz, eyni qalır. Ya tezlik olacaq, ya period. Period olmadığı üçün tezlik olan variantı götürəcəyik. Gəlirik 56-cı suala. 56-cı sualda isə deyir, yenə də hansı kəmiyyətin qiyməti eynidir. Ya perioddur, ya tezlik. Burada da var hal-hazırda period. Euler-Venn diaqramında. İndi bizdə bir radius var əlimizdə, bir də period var. İndi biz bilirdik ki, sürətlə asılı olan hansı idi? Radiusu idi. Biri bura atırıq. Asılı olmayan hansı idi? Periodu idi. İnduksiya vektorunun modulu ilə hər ikisi onsuz da tərs asılıdır. Sonra zərrəciyin xüsusi yükü ilə tərs asılıdır. Xüsusi yükü bərabərdir. Q bölünsün M. Bax, bu Q ilə onsuz da hər ikisi tərs asılı olduğu üçün zərrəciyin xüsusi yükü ilə də hər ikisi tərs asılı olmuş olacaq. 4-ü də ikisinə ata bilərik. 100-cü suala baxırıq. 58-ci sualda var təcil və tezlik. Baxaq 1-ə. Zərrəciyin sürəti ilə düz mütənasib asılıdır. Tezlik ümumiyyətlə zərrəcikdən asılı deyil. Ona görə də 1-i təcilə atırıq. Bilirdik də ki, təcil A bərabərdir F-ə, F-in də yerinə Q, V, B yazsaq, görürəm ki, təcil sürətlə düz asılı olmuş oldu. Və gəldik tezliyə. Tezlik də onsuz da asılı deyil. Ona görə də 2-ni də bura yazdıq. 3-də maqnit induksiya vektorunun modulu ilə düz mütənasib asılıdır. Gəlin tezlik üçün yazaq. M bərabərdir Q, B bölünsün 2 pi M-ə. Görürük ki, hər iki halda təcildə, tezlikdə B ilə düz asılıdır. Ona görə 3-ü ortaya yazırıq. 4-də zərrəciyin xüsusi yükü ilə düz mütənasib asılıdır. Xüsusi yük ştirix bərabərdir Q bölünsün M-lə, yəni Q ilə düz asılıdır. Bunların da hər ikisi Q ilə düz asılı olduğu üçün deməli zərrəciyin xüsusi yükü ilə də düz asılı olmuş olacaq. Bu da oldu harda? A variantında. Davam edək. 59-a gəldik. Elektron var və proton var. Bax, biz bilməliyik ki, elektronun kütləsi protonun kütləsindən azdır. Şərti olaraq protonun kütləsini, məsələn, deyək ki, hətta 100 neçə dəfə azdır, dəfələrlə azdır. Sadəcə olaraq mən şərti olaraq buna M yazanda, 2M yazanda buna da M yazıram, sadəcə hesablama aparmaq üçün. İndi çevrə üzrə bərabər sürətli hərəkət edir. İkisi də onsuz da yüklü zərrəcik olduğu üçün, bəli, ikisi də çevrə üzrə bərabər sürətli hərəkətə yazdıq. İkincidə, cızdığı çevrənin əyrilik radiusu daha böyükdür. İndi gəlin radius üçün yazaq. R bərabər idi V M bölünsün Q B. Baxıram ki, radius kütlə ilə düz asılıdır. Hansının kütləsi daha böyükdürsə, onun radiusu da böyük olacaq. Ona görə 2-ni bura, kiçik olanı 3-ü isə bura yazdıq. Dövr etmə periodu daha böyükdür. İndi gəlin period üçün yazaq. T bərabərdir M V bölünsün Q B. Bizə dəqiq qarışdırdım. Aha. Period üçün yazırıq. 2 pi M bölünsün Q B. Yenə də period da kütlə ilə düz asılı olduğu üçün period da daha böyük harda olar? Protonda. Daha tezliyin daha böyüyü isə deməli periodun daha kiçiyi elektron deyilmi? Tezlik də tərsinədir. Tezlikdə də bax eyni bu ifadəni tərsinə çeviririk. Ona görə tezlik də bura düşmüş oldu. Baxaq görək bu da hansı variantdadır? A variantında. 3, 5, 2, 4. Aha. Deməli, bizə verib elektron və proton. Yenə də bilirik ki, protonun kütləsi elektrondan böyükdür. Düzdür, dəfələrlə 100 neçə dəfə böyükdür. Sadəcə yenə də şərti olaraq 2M və M götürürəm. Davam edək. İndi çevrə üzrə bərabər sürətli hərəkət edir hər ikisi onsuz da. Çünki hər ikisi yüklü zərrəcikdir. 2-də mərkəzə qaçma təcili daha böyükdür. Biz bilirdik ki, təcil kütlə ilə tərs asılıdır. Onda hansının kütləsi kiçikdirsə, onun təcili böyük olacaq. Baxın, elektronun kütləsi kiçik olduğu üçün təcili böyük olacaq. Ona görə 2-ni bura, təcili daha kiçik 3-ü bura yazırıq. Sonra dövr etmə tezliyi. Gəlin dövr etmə tezliyinə baxaq. M bərabərdir Q B bölünsün 2 pi
M. Görürük ki, dövr etmə tezliyi kütlə ilə tərs asılıdır. Hansının kütləsi daha böyükdürsə, onun tezliyi kiçik olacaq. Ona görə tezliyin ən böyüyü kütlənin kiçiyinə 4-ü bura düşür. Periodun ən böyüyü. Period isə kütlə ilə düz asılıdır tezlikdən fərqli olaraq. Periodun böyüyü elə kütlənin böyüyü olmuş olacaq. 61-də baxırıq. 61-də var proton və alfa zərrəciyi. Protonla alfa zərrəciyin arasındakı kütlə fərqi 2 dəfədir. Yəni alfa zərrəcik 2m olanda proton sadəcə m olur. Baxaq, hər ikisi yüklü zərrəcik olduğu üçün hər ikisi çevrə üzrə bərabər sürətli hərəkət edir. Cızdığı çevrənin əyrilik radiusu daha böyükdür. Baxaq, R bərabərdir Vm bölünsün QB-dən. Görürük ki, radius kütlə ilə düz asılıdır. Hansının kütləsi daha böyükdür? Alfa zərrəciyin, deməli onun radiusu da böyük olacaq. 3-ü də bura atdıq. Periodu daha böyükdür. Periodda isə period kütlə ilə düz asılıdır. Gəlin hətta düsturu da yazaq. Həm də təkrar etmiş olarsınız. T bərabərdir 2 pi m bölünsün QB-dən. Baxırıq ki, period kütlə ilə düz asılı olduğu üçün harda daha böyük qiymət alar? Kütlənin böyük olanda. Dövr-etmə tezliyi isə kütlə ilə tərs asılı olduğu üçün dövr-etmə tezliyinin böyüyü kütlənin kiçiyi olmalıdır. Baxaq. Görək hansı varianta uyğun gələcək? 5, 3, 1. Bu da Y variantına. Gəldik 62-ci suala. 62-ci sualda yenə alfa zərrəciyi var və elektron var. Təbiidir ki, alfa zərrəciyi elektrondan əgər hələ protondan böyüksə yükü, elektrondan 200 dəfə, bəlkə də daha çox böyükdür. Ona görə də buna yenə də 2m və ya 4m fərqi yoxdur. 2m yazaq hələlik şərti olaraq. Buna da m yazaq. Çevrə üzrə bərabər sürətli hərəkət edir hər ikisi. Mərkəzə qaçma təcili daha böyük olar. Nə zaman? Kütlə kiçik olarsa. Çünki təcil kütlə ilə tərs asılıdır. Onda 3-ü də bura yazaram. Dövr-etmə tezliyi. Baxaq. Tezlik bərabərdir. QB bölünsün 2 pi m-dən. Tezlik harda daha böyük olar? Kütlənin kiçik qiymətində, çünki kütlə ilə tərs asılıdır. Onda kütlə harda kiçikdir? Elektronda. Deməli 4 bura düşəcək. Period isə bax bu ifadənin tərsinə götürsək, kütlə ilə düz asılı olduğu üçün kütlənin böyük qiymətində period da böyük olmuş olacaq. 3, 5, 1-in olduğu A variantı. 63-cü sualda gəlin birinci bax bu birinci yükün hərəkətini analiz eləyək. Buradan bir çevrə çəkirik. Və görürük ki, çevrədə necə ki, sürəti tapırdınız yadınızdadır, toxunan istiqamətdə. Baxın, bu da saatın əksinə olduğu üçün yuxarıya doğru olacaq sürət. Onu tapdıq. Tabii, indi gəlin neyniyək? İndi gəlin sol əl qaydası ilə sol əli götürdük. Və x olduğu üçün sol əlin içinə baxırıq. İçinə baxanda görürəm ki, 4 barmaq sürəti göstərir. Düzdürmü? 4 barmaq yuxarıya doğru olanda baxırıq ki, baş barmaq sol tərəfə doğrudur. Və doğrudan da görürəm ki, bu yükdə də qüvvə mərkəzə doğru olur axı çevrədə. Mərkəzə sol tərəfə doğrudursa, deməli başa düşürəm ki, bu müsbət yük imiş ki, bunu çevirməyə ehtiyac görməyiblər. Bunu tapdıq müsbət yük. İndi gəlin ikinciyə baxaq. Yenə bir dənə çevrə çəkirik və çevrəyə əsasən sürətin istiqamətini yuxarıya doğru qeyd eləyirik. Toxunan istiqamətdə. Gəldim yenə də sol əli götürdük. X olduğu üçün sol əlinizin içinə baxın və bunu çalışın özünüz tətbiq eləyəsiniz. 4 barmaq sürət istiqamətini göstərir yuxarıya doğru. Görürəm ki, baş barmaq sol tərəfədir. Ancaq burada qüvvə, Lorentz qüvvəsi mərkəzə doğrudur. Əgər bunu tam tərsinə çeviriblərsə, deməli ki, mənfi yük imiş ki, tərsinə çeviriblər. Bunu da tapdıq mənfi. İndi gəlin davam edək. Baxaq birinci, Lorentz qüvvəsinin təsiri ilə meyl edir. Onsuz da hər ikisini hərəkətə gətirən odur. 2 də müsbət yüklü zərrəcikdir. Tapdıq ki, müsbət yük budur, mənfi yük də budur. Sonra xüsusi yükü daha böyükdür. Xüsusi yükü nəyə əsasən tapırıq bunu? Protona, elektrona əsasən tapırıq. Gəlin yazaq burada. Q' bərabər idi. Q bölünsün M-lə. Daha doğrusu radiusa əsasən, gözləyin bizə dəqiqə. R bərabərdir radius. Deməli, radius üçün yazırıq.
MV bölünsün QB. Baxın, burada Q bölünsün B. Görürsüz tərsinədir. Bax, bu Q xüsusi yük var ha. Radiusda tərsinədir. Tərs asılıdır. Yəni hansının radiusu daha böyükdürsə, onun xüsusi yükü kiçik olacaq. Baxın, bunun radiusu məlum məsələdir. Görsənir ki, bunun radiusundan daha böyükdür. Ona görə birincinin radiusu böyük olduğu üçün birincinin xüsusi yükü kiçik olacaq. Kiçiyi 5-i bura yazıram, 4-ü də bura yazıram. Bu da baxaq görək harda var. 5-dən 2 Y variantında. Gəlirik 64-ə. Yenə gəlin neyniyək? Baxaq, sol əli götürürük. Sol əl qaydasına görə bax bu çevrəmizi çəkək. Çevrəyə görə toxunan istiqamətdə sürətin istiqamətini qeyd elədik. İndi sol əldə nöqtə olduğu üçün neynirik? Əlimizin üstünə baxırıq. Əlin üstündə 4 barmaq sürət istiqamətini göstərəndə, baş barmaq hansı tərəf olur? Sol əlin üstünə baxın görəsiz. Sağ tərəfə doğru olur. Ancaq bunda mərkəzə doğrudur. Görürsünüzmü? Sol tərəfə, tam tərsinə doğrudur. Ümumiyyətlə çevrədə mərkəzə olur qüvvə. Əgər bunu tamamilə tərsinə çeviriblərsə, deməli bu mənfi yük imiş ki, bunu tərsinə çeviriblər. Ona görə bura yazıram mənfi. İndi gəlirəm ikinci tərəfə. Əslində artıq məlumdur ki, ikinci də müsbətdir. Sadəcə mən hər dəfə göstərirəm ki, alışma olsun deyə. Yenə də baxın, sürətin istiqaməti yuxarıya toxunan istiqamətdir. Bunu bildik. Və götürürük sol əli. Sol əldə nöqtə olduğu üçün üstünə baxırıq. 4 barmaqda sürəti göstərir və görürəm ki, baş barmaq sağ tərəfədir. Elə doğrudan bunun qüvvəsi də sağ tərəfədirsə, deməli bu müsbət yük imiş ki, onu çevirməyə ehtiyac görülməyib. O da oldu müsbət yük. Davam edək. Baxırıq 1-ə. Lorentz qüvvəsinin təsiri ilə hər ikisi onsuz da Lorentsə görə hərəkət edir, çevrə üzrə hərəkət edirlər. 2-də müsbət yüklü zərrəcikdir. Hansı? Bax bu. 3-də mənfi yüklü zərrəcikdir. Baxaq mənfi yüklü zərrəciyə. Bu da bura yazaq. Xüsusi yükü daha böyükdür. Bayaq nə dedik? Xüsusi yük radiusla tərs asılıdır. Hansının xüsusi yükü daha böyük olar? Radiusu kiçik olanın. Ona görə də 4-ü bura yazıram. 5-i də bura yazıram. 3, 5, 2, 4, 1 olduğu. Gəldik 65-ci suala. Mənim heç sevmədiyim sual tipidir, ancaq məcburiyyətdən işləyəcəyik. Demək, İrzins maqnit sahəsinə induksiya xətləri istiqamətində daxil olan mənfi yüklü zərrəcik, baxaq görək hansı uyğun gəlir. Mənfi yüklü zərrəcik necə hərəkət edir? Mənfi yüklü zərrəcik. İrzins maqnit sahəsinə induksiya xətləri, induksiya xətləri ilə eyni istiqamətdə, yəni paralel hərəkət edirsə, onda buna deyəcəyik düz xətli bərabər sürətli hərəkət. Bu da harda var? 2-də. İndi İrzins maqnit sahəsinə induksiya xətlərinə perpendikulyar daxil olursa, onda buna deyəcəyik çevrə üzrə hərəkət. Sonra zərrəciyin dövr etmə tezliyi nə ilə düzdür? Gəlin yazaq. Tezlik bərabərdir. QB bölünsün 2 pi M. Deməli, burada indi zərrəciyin mənfi yüklü zərrəcik, bircə dəqiqə baxaq, bir daxil olmuşdur. Zərrəciyin dövr etmə tezliyi nə ilə düz asılıdır? Q ilə B ilə. Baxaq görək burada hansı var? Q var, B var, maqnit induksiyası. 4-ü bura yazırıq. Bəs nə ilə tərs asılıdır? Kütlə ilə. Kütlə harda var? 3-də var. 3-ü də bura yazırıq. Onun nəyindən asılı deyil? Sürətindən asılı deyil. Sürət də burada var. 5. Bunu da özünüz düzərsiniz. Gəldik 66-da yenə də. Zəhlə tökən. Baxaq. Yarısı vərəqin digər tərəfində deyim, mən özümdən, yəni kəmiyyətləri deyim, siz özünüz düzərsiniz. İrzins maqnit sahəsinə induksiya xətləri istiqamətində daxil olan müsbət yüklü zərrəcik düz xətli bərabər sürətli hərəkət edir. V bərabərdir konstant olacaq. Çünki bu paralel gedir. Ancaq perpendikulyar istiqamətdə hərəkət edirsə, çevrə üzrə bərabər sürətli hərəkət edir. İndi zərrəciyin dövr etmə periodu. Dövr etmə periodu T bərabərdir 2 pi m bölünsün QB-də. Nə ilə düz asılıdır? Baxın, düz asılı nə ilə? Kütlə ilə. Ona görə bura M kütlə yazacağıq. Bəs nə ilə tərs asılı idi? Q ilə B-nin. Burada Q də ola bilər, B də. İndi baxarsınız hansı ola? B var, baxın, B. 5-ci. Gəldik 67-yə. Baxaq, bizdə nəyi soruşur? Təcilləri soruşur. Gəlin təcilin düsturunu yazaq. A bərabərdir F bölünsün M.
F-in yerinə nə yaza bilərik Lorentz qüvvəsini? Q, V, B bölünsün M. Görürük ki, təcil sürətlə necə asılıdır? Düz asılıdır. Burada götürüb kvadratik düz götürməyin digər düsturlara əsasən. Yəni bu mövzuya əsasən bu düsturdan istifadə edirik. Və görürəm ki, təcil sürətlə düz asılıdır. Əgər V2 V1-dən böyükdürsə, deməli A2 də A1-dən böyükdür. Ona görə 1-i 2 dəfə artırmalıyam ki, gəlsin ona. 68-ci sualda bizdən nəyi soruşur? Radius. Onun kütləsini soruşur. M bərabərdir nəyə? Gəl radiusun düsturunu yazaq. R bərabər idi M V bölünsün Q B-dən. Bax, buradan bu M-i tapmaq üçün nə edirik? R-i vururuq Q B-yə, bölürük V-yə. Buradan R-in radiusun yerinə nə yaza bilərik? 0,5. Niyə? Çünki 50 metrə çevirəcəyik. Eləyəcək 0,5. Vurulsun Q-nin yerinə nə yaza bilərik? N-dən Y-ni yazırıq. 1,6. Vurulsun 10 üzərindən -19. Onu da vururuq B induksiyaya. B induksiyanı da bizə 10 verib. Ancaq bir məsələ var ki, 10 vurulsun. Daha doğrusu 10 üzərindən -3 yaza bilərik bunu. Çünki M ilə verib bizə. Onu çevirməliyik. Və qaldı aşağıda sürət V. V-nin də yerinə bizə nə verib? Baxaq. 1,6 vurulsun 10 üzərindən 5. Baxaq. Burada nə edək? Deməli 1,6-lar ixtisar gedir. Sonra burada deməli 1,6-lar ixtisar getdi. Yuxarıda nə qaldı? 0,5. 0,5-i də vururuq 10-a, eləyir 5. Sonra bax bunların ikisini ixtisar eləyirik. Yerdə qalır 10 üzərindən -22. Bax bunu da yuxarıya mənfi kimi atsaq. 5 də burada var. 10 üzərindən -27 vurulsun 5. Yerdə qaldı 5 vurulsun 10 üzərindən -27 D variantı. 69-a baxaq. Çevrə üzrə hərəkət edən elektronun sürətinin A nöqtəsindəki istiqamətini göstərin. Gəlin yenə də bunu nə edək? Sol əl qaydasına əsasən tapaq. Sol əli götürdük. X olduğu üçün nə edirik? Sol əlin içinə baxırıq. Və burada bax bu elektronun qüvvə istiqaməti hansı tərəfədir? Baxın, mərkəzə doğrudur. Sol əlin içinə baxanda baş barmaq elə tutmalıyıq ki, baş barmaq aşağıya doğru olsun. Baş barmaq aşağıya doğru olanda görəcəyik ki, 4 barmaq sol tərəfə olmuş olacaq. Yoxlayın hələ. Sol əlin içinə baxın. Baş barmaq aşağı olanda 4 barmaq sola doğru olacaq. Ancaq, yəni 4 barmaq da elə sürətin istiqamətini göstərir. Ancaq bu elektron olduğu üçün biz onu tam tərsinə, bu biz tərəfə çeviririk. 5-i götürürük. 5 də harda var? Bu variantında var. Gəldik 70-ə. 70-də də yenə də elektrondur. Yenə də gəlin sol əl qaydası ilə yenə də sürəti nöqtəsinə istiqaməti, yenə də sürəti soruşur bizdən. Bax, biz bilirik ki, qüvvə hansıdır? Mərkəzə doğru yönələn. Bax, bu qüvvədir. Götürdük sol əli. Ancaq nöqtə olduğu üçün bu dəfə sol əlin üstünə baxırıq. Sol əlin üstünə baxanda elə baxmalıyıq ki, baş barmaq bu istiqamətdə olsun. Baxıram ki, 4 barmaq aşağı istiqamətdə olmuş oldu. 4 barmaq aşağıdır. Sadəcə bu mənfi olduğu üçün biz onu tam tərsinə yuxarıya doğru çeviririk. Bu da harda var? B variantında, D variantında 1. 71-ə baxaq. Bicins maqnit sahəsində çevrə üzrə hərəkət edən yüklü zərrəciyin kinetik enerjisi 4 dəfə artarsa, Lorentz qüvvəsi necə dəyişər? Gəlin yazaq. Lorentz qüvvəsinin kinetik enerji ilə olan düsturunu yazaq əvvəlcə. Ancaq heç istəsəz, belə eləyək də, bir dəfə biz bunu düsturla yazaq, yoxlayaq. Bir dəfə də düstursuz digər qaydanı deyim. F bərabərdir. Deməli, kök altında. Belə yazaq da Q, V, B deyil. Burada V-nin yerinə nə yaza bilərəm? Bax, Q-nü, B-ni olduğu kimi saxlayıram. V-nin yerinə kök altında deməli 2 kinetik enerji bölünsün M yazıram.
Və baxıram ki, əgər qüvvə sürətlə düz asılıdırsa, deməli kinetik enerji ilə kök altından düz asılı olmuş olacaq. Yəni kinetik enerji 4 dəfə artıbsa, onda qüvvə Lorentz qüvvəsi 2 dəfə artmış olar. Y variantı. 72-yə baxaq. Baxaq, sürət 3 dəfə artanda maqnit induksiya vektorunun modulu isə 2 dəfə azalanda çevrənin radiusu necə dəyişir? Gəlin yazaq radiusun düsturunu. R bərabərdir mv bölünsün qb. İndi sürət 3 dəfə artıbsa, 3 dəfə deməli radius da 3 dəfə artacaq. Ancaq induksiya 2 dəfə azalıbsa, deməli radius da 2 dəfə azalacaq. Necə oldu? 3 bölünsün 2-dən. Yox, bizə dəqiqə. İnduksiya vektoru 2 dəfə azalıbsa, üzürlü sayın. Deməli bu tərs asılı olduğu üçün 2 dəfə artacaq. 2 bunun hesabına artdı, 3 bunun hesabına artdı. 3 vurulsun 2-dən 6 dəfə ümumilikdə artmış oldu C variantı. Gəldik 73-ə. Maqnit sahəsi üzrə hərəkətdə impuls azaldılarsa, impuls azaldılar nə deməkdir? Impuls azalanda period dəyişməyəcək. Çünki period nə impulsdan, nə sürətdən, nə kinetik enerjidən asılı deyil. İndi gəlirik radiusa. R bərabərdir P bölünsün QB-dən R-lə impuls düz asılıdır. Əgər impuls azalıbsa, deməli radius da azalacaq. Dəyişməz azaların olduğu B variantını götürə bilərsiniz. Davam edək. 74-də. Bu səfər impuls artır. İmpuls artırsa yenə period dəyişməyəcək, ancaq radius onunla düz asılı olduğu üçün artacaq. Dəyişməzin artarın olduğu Y variantı. Gəlirik 75-ə. 75-də bizə nə deyir? Kinetik enerji azalarsa. Biz bilirik ki, kinetik enerjidən tezlikdir, perioddur, kinetikdən asılı deyil. Ona görə tezlik dəyişməyəcək. Ancaq radius düz asılıdır kök altında. Əgər kinetik enerji azalıbsa, deməli radius da azalacaq. Dəyişməzin azaların olduğu D variantı. Gəldik 76-ya. Elektronun sürəti artdıqda, radius sürətlə düz asılı olduğu üçün mv bölünsün qb-dən radius da artacaq. Ancaq period asılı deyil. Artar dəyişməzin olduğu C variantını götürə bilərik. 77-də. Biznes maqnit sahəsinin qüvvə xətlərinə perpendikulyar daxil olub, deməli azaltdıqda, elektronun sürətini azaltdıqda. Sürətini azaltdıqda radius birbaşa mv böl qb-yə görə radius da azalacaq, temperatur sürətin heç yaxın qoymur, dəyişməz. Azalar, dəyişməz A variantı. 78-də. 78-də götürürük Solar qaydası ilə. Bir-bir çalışın ki, özünüz istifadə edib, yoxlayıb görəsiniz. Çünki burada nə qədər şəkillə göstərsən də, özünüz yoxlamayınca elə bir ki, onu işləməmiş olursunuz. Baxdıq indi. İndi bir dənə elektron daxil olur bu sahəyə. Nə edirik? Sol əli götürdük. X olduğu üçün sol əlin içinə baxırıq. Və sürət 4 barmaq istiqamətini göstərdiyi üçün baxıram ki, qüvvə hansı istiqamətdə olacaq? Yuxarıya doğru. Ancaq bir məsələ var. Burada mənfi var deyə qüvvə aşağıya doğru oldu. İndi biz elə bir çevrə çəkməliyik ki, qüvvə mərkəzə doğru olsun. Baxın, belə bir çevrə çəkirik. Qüvvə aşağıya, mərkəzə doğru olur. Onda baxıram ki, istiqamət necə olacaq? Baxın, saat əqrəbinin istiqamətində. O da hansıdır? A variantı. Gəldik 79-a. Yenə götürürük sol əli və bu X olduğu üçün sol əlin içinə baxırıq. Sol əlin içinə baxdıq və 4 barmaq da sürət istiqamətində olanda görürəm ki, baş barmaq yuxarıya doğrudur. Və bu müsbət olduğu üçün mən bunu çevirmirəm. Necə var, elə də saxlayıram. İndi baş barmaq nə idi? Lorentz qüvvəsi idi. Mən elə bir çevrə çəkməliyəm ki, axı bilirdik ki, çevrədə mərkəzə doğrudur. Bir dəqiqə. Çevrədə mərkəzə doğru olur da qüvvə. Elə bir çevrə çəkməliyəm ki, mərkəzə doğru olsun baş barmaq. Çəkdik. İndi baxıram ki, hərəkət necədir? Saat əqrəbinin əks istiqamətindədir. Bu da harda var? D variantında. 80-ə baxırıq. 80-də sürəti artırdıqda, sürəti artırsaq radius artar. Niyə? Çünki sürətlə düz asılıdır. mv bölünsün qb-yə əsasən. Ancaq tezlik neyniyər? Dəyişməz. Artar dəyişməzin olduğu bu variantı rahat götürə bilərik. 81-də. 81-də sürəti azaltdıq.
Sürət azaltdıqsa radius düz asılı olduğu üçün azalacaq, ancaq tezlik asılı olmadığı üçün dəyişməyəcək C variantı. 82-yə baxaq. Aha, 82-də maraqlı bir sual var. Gəlin indi buna baxaq. T bərabərdir tam periodda sürət dəyişməsinin modulu hansıdır? Tam periodda biz çevrə üzrə hərəkətdən bilirdik ki, sürət dəyişməsi sıfıra bərabərdir. Onda elə burada da sıfıra bərabər olacaq. Hər ehtimala qarşı gəlin bir dəfə də göstərim səbəbinin nə üçün olduğunu. Baxın, başlanğıcda bu istiqamətdə, sadə əqrəbi istiqamətində hərəkət edən bir cisim yenidən gəlir durur sadə əqrəbi istiqamətində, yenidən eyni olur sürət. V-dən də V-ni çıxırıq. Delta nə idi? Çıxırdıqda dəyişməsi. O da sıfıra bərabər olurdu. Ancaq gəlin ən yaxşısını eləyək. Bunu sizə bir qayda göstərim və axıra qədər də bu qayda ilə gedək. Əgər tam period olarsa, tam period olanda sürət dəyişməsi delta V sıfıra bərabər olur. Amma bunu qeyd kimi götürün. Əgər yarım period olursa, T bölünsün 2 olursa, delta V bərabər olur 2V-yə. Əgər T bərabərdir, məxrəcdə 4 varsa, fərqi yoxdur. Bax, burada 3 olar, 7 olar, gözləyin bunların hamısını yazım. Burada 5 olar, 1 olar, fərqi yoxdur, heç bir fərqi yoxdur. Əsas odur, məxrəcdə 4 varmı, qutardı getdi. Onda sürət dəyişməsi V kök altında 2-yə bərabər olmuş olacaq. İndi burada tam period olduğu üçün 0-ı götürürük. İndi gözləyin digərlərini. 83-ə baxaq. Baxın, yarım perioddur. Məxrəcdə 2 var. Məxrəcdə 2 olanda nə edirdi? Sürət dəyişməsi nəyə bərabər olurdu? 2V-yə bərabər olurdu. Onda biz elə variant axtarmalıyıq ki, qarşısında 2 olsun. Baxın, deyirsiniz ki, burada da 2 var, hə? Ancaq bu məxrəcdədir. Mənə sürətdə 2 lazımdır. Aça da bilərik. 2V deyil. Bu V-nin yerinə biz nə yazarıq? F Lorentz bölünsün, QB. Onları yazıb açıb yoxlaya da bilərsiniz. Ancaq elə bu qayda ilə getsəz daha yaxşı olar. Sonra gəlirik 84-ə. 84-də məxrəcdə 4 görəndə nə edirdik? Vururduq kök altında 2-yə. Onda kök altında 2 ilə olan variant hansıdırsa onu götürəcəm. Sonra 85-də baxın yenə də məxrəcdə nə var? Kök altında 4 var. Deməli kök altında 2-yə vuracağıq. Gəlirik yenə də. Aha, bax, fərqi yoxdur. İmpuls dəyişməsi olsun, ya da sürət dəyişməsi olsun. Məxrəcdə 4-ü gördüm, qutardı. Kök altında 2-yə vururam. Məxrəcdə 4-ü gördüm, kök altında 2-yə vururam, gedir. Burada nə var? Yenə də məxrəcdə 4 var. Sadəcə bu səfər yer dəyişməni soruşur. Keçərlidir. Yer dəyişməni də soruşsa, sürət dəyişməsini də soruşsa, impuls dəyişməsini də soruşsa, məxrəcdə 4 görəndə kök altı 2 ilə olan variant axtarın. Aha, gəldik. İndi deyirsiniz ki, burada axı 2 dənə kök altında 2 var. Məxrəcdə yox. Sürətdə vurulmalıdır kök altında 2-yə. Ona görə B variantını götürürük. Baxın, burada da yer dəyişməni soruşur, fərqi yoxdur. Nə edirəm? Kök altında 2-yə vurulmuş olan variantı götürürəm. Aha, 2 olanda deməli T bölünsün 2-də yer dəyişmə nəyə bərabər olurdu? Yadımıza salaq görək. 2 R-ə. Məxrəcdə 2 görəndə istəyir sürət dəyişməsini istəsin, istəyir impuls dəyişməsini, istəyir yer dəyişməni. Neynirik? 2-yə vurulmuş olan variantı seçirik. 2-yə vurulan variant hansıdır? Baxın, Y variantıdır. Burada 2-yə bölünür. Bölünən demirəm, vurulanı deyirəm. Sonra tam periodda nəyə bərabər idi? Yer dəyişmə də, sürət dəyişməsi də, impuls dəyişməsi də sıfıra bərabər idi. Məxrəcdə 4 görəndə nə var idi burada? Aha, burada artıq yolu soruşursa, yolu artıq öz. Deməli, sürət dəyişməsidir, impuls dəyişməsidir, yer dəyişmədir. Bunları eyni bir qayda ilə yadda saxlaya bilirik, ancaq yolda vəziyyət dəyişir. Niyə? İndi yolda nə edirik? Kiçik T bərabərdir. Kiçik T ehtiyac yoxdur. Bax, bu periodu harda gördük? Periodun yerinə yazırıq 2 pi r. Aşağıdakı bu 4-ü də olduğu kimi saxlayırıq. Oradan da ixtisar gedir, yerdə qalır pi r bölünsün 2. Deməli, biz elə bir variant axtarmalıyıq ki, 2-yə bölünsün. 2-yə bölünən də harda var? D variantında var. Da indi mən düsturları açmıram. İndi onu açanda lap düsturu yerinə qoyanda da görəsiniz. Mən sadəcə çalışıram ki, asan bir qaydalarla gedək. Yenə də baxın indi buradan. Bizdən nəyi soruşur? Yolu. 3-ü olduğu kimi saxlayıram. Harda T böyük T-ni gördüm, yerinə yazıram 2 pi r.
Aşağıda da bir 4 var. Bunu da ixtisar eləyəndə yerdə qalır 3 bölünsün 2 pi r. Deməli, mən elə bir variant axtarmalıyam ki, orada 3 böl 2 olsun. Gördünüzmü? Davam edək. Gəldik 94-ə. Bucaq sürəti və mərkəzə qaçma təcili. İndi protonun sürətini 2 dəfə azaldanda, axı biz demişdik ki, sürəti azalanda periodla tezlik dəyişmirdi. Bucaq sürəti də birbaşa bunlarla düsturda asılı olduğu üçün, deməli bucaq sürəti də dəyişməyəcək. İndi gəlirəm nəyə? Mərkəzə qaçma təcilinə. Və bayaq düsturda da yazdıq, hətta qoy yenə də yazaq. Təcil bərabər idi nəyə? Q V B bölünsün M-dən. Görürəm ki, təcil sürətlə düz asılıdır. Əgər sürət 2 dəfə azalıbsa, deməli təcil də 2 dəfə azalacaq. Dəyişməz 2 dəfə azaların olduğu B variantını götürməlisiniz. Gəldik 95-ci suala. 95-ci sualda biz bilirik ki, alfa zərrəciyinin kütləsi protonun kütləsindən 2 dəfə böyükdür. Onda təcili necə yazırdıq? Təcil kütlə ilə necə asılı idi? Tərs asılı idi. Onda gəlin neyniyək? Yazaq ki, bax bizə deyir protonun təcili A olarsa, bəs alfa zərrəciyinin protonun təcili A-dırsa, bizə dəqiqə A-dırsa, alfa zərrəciyinin kütləsi protondan 2 dəfə böyük olduğu üçün təcili də 2 dəfə kiçik olacaq A bölünsün 2. Belə də yaza bilərsiniz. Və ya kütlə üçün yazarsınız ki, M alfa bölünsün M proton bərabərdir. Axı tərs asılıdır təcillə. A proton bölünsün A alfa zərrəcik. Burada da kütlə üçün alfanı protona böləndə edəcək 2. 2 də bərabərdir protonun təcili bölünsün alfanın təcili. Hər halda görürük ki, protonun, belə deyək də, baxın, alfa zərrəciyinin kütləsi protondan 2 dəfə böyükdür. Protonun da təcili ondan 2 dəfə böyükdür. Yəni, hərəsində biri var. O deyir, səndə kütlə var, məndə də təcil var. İndi gəlin digər suala keçək. Biraz da bunun üstündə tam aydın olacaq nə demək istədiyim. Baxaq indi. Burada bizə alfa zərrəciyin təcili 2-dir. Əgər alfanın təcili A-dırsa, onda protonun kütləsi ondan 2 dəfə az olduğu üçün təcili də ondan 2 dəfə artıq olacaq 2A. Yəni, hər halda protonun təcili alfanın təcilindən böyükdür. Əgər alfa 2-dirsə, deməli proton 2 dəfə ondan böyük olacaq 2B. Sonra 97-də. İndi 97-də nəyi soruşur? Dövr etmə periodu T olarsa. Aha. Dövr etmə periodu kütlə ilə necə asılıdır? Gəlin yadımıza salaq. Düsturumuzu yazaq burada. Period bərabərdir 2 pi M bölünsün Q B. Period kütlə ilə düz asılıdır. Onda hansının kütləsi böyükdür? Alfanın kütləsi böyükdür. Əgər alfanın kütləsi böyükdürsə, deməli elə periodu da böyük olacaq. Onda protonun periodu 1T-dirsə, alfanın periodu bundan böyük olacaq, yəni 2T. Gəldik 98-ci suala. Alfa hissəcinin dövr etmə periodu T olarsa, protonun dövr etmə periodu nəyə bərabər olar? Axı biz bildik ki, period kütlə ilə düz asılıdır. Əgər alfanın kütləsi böyükdürsə, deməli periodu da böyükdür. Onda protonun periodu alfadan 2 dəfə az olacaq. Alfa da T-dirsə, bunda T bölünsün 2 olmuş olacaq. Sonra 99-da. Burada isə tezliyi soruşur. Tezlik isə perioddan fərqli olaraq kütlə ilə tərs asılıdır. Düsturumuzu da yazaq. N bərabərdir Q B bölünsün 2 pi M-ə. Baxıram ki, tezliyi kütlə ilə tərs asılıdır. Hansının kütləsi böyükdür? Alfanın. Deməli, alfanın tezliyi protondan az olacaq. Əgər protonun tezliyi N-dirsə, alfa ondan 2 dəfə az olacaq N bölünsün 2. Yenə də baxın, tezlik var. Yenə də biz bilirik ki, tezlik kütlə ilə tərs asılıdır. Əgər alfa hissəciyinin tezliyi n-dirsə, protonun kütləsi 2 dəfə böyüdüyü üçün tezliyi də 2 dəfə böyüyüb olacaq 2. Baxırıq 104-cü suala. 104-cü sualda deyir ki, proton daxil olur və nə zaman çevrə üzrə bərabər sürətlə hərəkət edər? Əgər proton perpendikulyar daxil olursa çevrə üzrə hərəkət edə bilər. Paraleldə sadəcə düz xəttli bərabər sürətlə edəcək. Bu da oldu 2-nin və 4-ün olduğu variantlar. İndi gəldik 105-ci suala. 105-ci sualda
Eyni kütləli iyonların mərkəzə qaçma təcillərini müqayisə edin. Gəlin neyniyək? Təcili yazaq. A bərabərdir. F bölünsün M-dən. F-in yerinə Q, V, B, M-i yazsaq. Baxırıq ki, B hər kəs üçün eynidir. Niyə? Çünki bir cins söhbəti var. Sonra eyni kütləli deyir, kütlə də getdi. İyonların mərkəzə qaçma təcillərini müqayisə edək. Deməli, baxaq, xətlərin perpendikulyar istiqamətli sürət də verilib, Q də verilib. Deməli, mərkəzə qaçma təcili Q ilə də, V ilə də düz asılıdır. Birinci halda Q-nü V-yə vuranda olacaq 2Q-V. İkinci halda da vuranda olacaq 2Q-V. Yəni, hər iki halda da bərabər olduğu üçün təcilləri də biz bərabər götürəcəyik. Gəldi indi 106-cı suala. 106-cı sualda bizdən tezliyi istəyir. Ancaq baxıram ki, işin içində radius söhbəti var. Və deyə bilərsiniz ki, radius axı deyirdik asılı deyil. Ancaq burada yəni sonradan dəyişən bir şey deyil. Ayrı-ayrı kürələrdir deyə tezliyi məcburən götürəcəyik. Hansı düstura əsasən? N bərabərdir V bölünmüş 2 pi R düsturuna əsasən. Bax, fərqinə varsa, bax, burada deyir ki, sürətlə. Yəni, söhbət sürətdən gedir. Bu kürələri biz ayrı-ayrı təhlil eləyirik. Yəni, bir dənə hazır kürənin içərisində nəyisə dəyişdirmirik. Və baxıram ki, sürət eynidir, 2pi eynidir, tezlik radiusla tərs asılıdır. Əgər ikincinin radiusu böyükdürsə, deməli, birincinin də tezliyi 2 dəfə böyük olacaq. Ona görə də 2-ni 2-yə vururuq bu variantı. Aha, burada isə biinduksiyanı deyir. Gəlin biinduksiyanı yazaq. R bərabərdir. MV bölünsün QB-dən. Baxıram, bizə deyir ki, eyni sürətlə V getdi. Bir cins dediyi üçün B də gedir. Sonra gəlirəm kütləyə. Eyni sürətlə hərəkət edir və iki də eyni protondan söhbət gedirsə, deməli kütlələri də eyni olacaq onsuz da. Yox, bizə dəqiqə. Bir cins söhbətinə qarışdırdım. Mən ayrı-ayrı, hərəsinin özünə ayrı bir cinsdir. Burada 2 protondan gedirsə, kütlə ilə Q yük bir-birinə bərabərdir. R-lə də B tərs asılı olmuş oldu. Deməli, ikincinin R-i böyükdürsə, birincinin də B-si böyük olacaq 2 dəfə. Ona görə bu da oldu. 2-ni vuracağıq A variantı. Gəlirik 108-ci suala. Baxın, deməli, bizə deyir ki, perpendikulyar daxil olmuş yükün, daxil olan yükün zərrəciyini, vektorun qiymətini artırsaq, induksiya vektorunun qiymətini artırsaq, yəni B-ni artırsaq. Baxın, fırlanma tezliyi, tezlik bərabər idi, Q, B bölünsün 2pi M-dən düz asılıdır. Tezlik neyniyər? Artar. Təcile baxaq. Təcil nəyə bərabər idi? Q, B, A bərabər idi. Q, V, B bölünsün M-dən təcil də düz asılıdır. Təcil də artar, ancaq xüsusi yük dəyişməz. Gəlirik 9-cu suala. Hansı ifadələr doğrudur? Bir cins maqnit sahəsinin induksiya vektoruna perpendikulyar daxil olan yüklü zərrəcin sürətini artırsaq, V-ni artırsaq. Sürəti artıranda nə baş verəcək? Sizcə, Lorentz qüvvəsi neyniyər? Əlbəttə ki, artar. Ona görə Lorentzi artar götürürük. Sonra dövrətmə periodu sürətlə asılı deyil, tezlik asılı deyil, ancaq radius asılıdır və düz asılıdır. MV böl QB-yə əsasən xüsusi yükdəki məlum məsələdir. Oldu 1 ilə 4. 10-cu sual, 110-cu suala baxaq. Bir cins maqnit sahəsində qüvvə xətlərinə perpendikulyar daxil olan elektronun sürətini bu səfər azaldırıq. Sürət azaldısa, Lorentz azalacaq. Tezliklə periodla işimiz yoxdur, xüsusi yüklə işimiz yoxdur. Radius azalar 1 və 5-in olduğu variantlar. 111-ə baxaq. Proton induksiya verilib, sahəsini çevrə üzrə dövr edir. Protonun dövrətmə periodunu mikrosaniyə ilə hesablayın. Hesablayaq. Deməli, protonun dövrətmə periodu üçün periodun düsturunu yazırıq. T bərabərdir 2 pi m bölünsün QB. Burada 2-ni saxladım. Pi-nin yerinə 3 yazdım. Kütlənin M-in yerinə 1,6 vurulsun. 10 üzərindən mənfi 27 yazırıq. Bölürük. Q-nin yerinə yazırıq. 1,6 vurulsun. 10 üzərindən mənfi 19. Niyə? Çünki bir dənə protondan söhbət gedir N-yə görə. Sonra B-nin induksiyanın da yerinə 2. M-lə olduğu üçün 2-ni bir dəfə də vururuq. 10 üzərindən mənfi, deməli 3-ə. Baxaq, 1,6-lar ixtisar gedir, 2-lər ixtisar gedir. Yerdə qalır və buradan da bu ixtisar gedir, 4 qalır.
yerdə 3. Aha, mikro ilə soruşduğu üçün ixtisar da geçsək, buradan da qalacaq 30 variant. Variant yoxdur, 30. 112-yə baxaq. 112-də nə deyir görək hələ. Alfa zərrəci və proton maqnit sahəsinə eyni sürətlə çevrə üzrə hərəkət edirlər. Dövretmə radiuslarının nisbətini tapın. Aha. Baxın. Radiusun düsturunu yazaq. R bərabərdir mv bölünsün qb. Buradan alfa zərrəcik var, proton var. Bax, indi bizə nə deyir? Eyni sürətlə deyirsə, B hamı üçün eyni olacaq onsuz da. Dövretmə radiuslarının nisbətini müqayisə edin deyirsə, heç nə. Gəlin ondan neyniyək? B də bir cinsdir deyə maqnit sahəsi eyni sürətlə hərəkət edir. P maqnit sahə, yəni maqnit sahəsi hamı üçün eynidir də, onsuz da eyni maqnit sahəsindədirlər. Deməli, radius kütlə ilə düz, Q ilə də tərs asılı olacaq. Birinci gəlin R alfaya baxaq. R alfa üçün kütləsinin yerinə 4 yazıram. Q-nün yerinə də 2 Q yazıram. İndi gəlirəm R proton üçün. Kütləsinin yerinə M yazıram, 1 yazıram, yəni yükünün yerinə də 1 yazırıq. Bu da eləyir 4/2-dən 2. Deməli, alfa böyük olacaq protondan 2 dəfə. Onu da böldük, nisbəti 2-yə bərabər olmuş oldu. Və gəlirik sonuncu nəhayət ki, burada da periodları istəyir. Gəlin periodunda düsturunu yazaq, T bərabərdir 2pi M Q B. Eyni bizim sahədən söhbət gedir, B ilə işimiz qalmadı. 2 ilə P ilə də işimiz qalmadı. Bu da eynən kütlə ilə düz, yük ilə. Baxın, eyni bayaqçı kimi. Yerlərinə qoysaq görəcəyik ki, burada da 2 dəfə alfa zərrəcik protondan böyük olmuş olacaq. Bu sualda nə edirik? Bizə nəyi deyir? Xüsusi yük deyir. Gəlin xüsusi yükü açaq. Bax, R bərabərdir, radius bərabərdir nəyə? MV bölünsün QB-yə. Buradan Q-nü M-ə böləndə bizə nəyi verirdi? Xüsusi yükü. Onda bu ikisini ixtisar eləyib, aşağıda bir dənə Q' xüsusi yük yazıram. Yuxarıda qalır V, aşağıda qalır B. İndi buradan Q' açıq çıxardıq. Q' nəyə bərabərdir? Yəni Q' deyəndə ki, xüsusi yükdən söhbət gedir. Bərabərdir nəyə? V bölünsün R B-yə. Baxırıq ki, bizə deyir bir cins sahə. Yəni, B-lər hər kəs üçün eynidir. B getdi. Sürət də baxın, hər ikisi üçün eynidir. Sürət də getdi. Q' bir dənə asılıdır nədən? R-dən. Və necə asılıdır? Tərs asılıdır. Onda bizə yazır birinci zərrəciyin yükünün ikinciyə nisbəti. Onda yazıram Q1 bölünsün Q2. Bərabərdir. Radiusla tərs asılı olduğu üçün R2 bölünsün R1-ə. Yəni, bu nisbəti tapmaq üçün R2-ni R1-ə böləcəyik. İndi gəlin R2-yə baxaq. R2 nədir? R0-dır. R1 nədir? 2 dənə R0-dır. Bunu da ixtisar elədik. Nə qaldı? 2-də 1. 1 bölünsün 2. Bu da harada var? C variantında var. Gəlirik 102-ci suala. 102-ci sualda bizə yüklər verib, Q'lər verib və sürətləri soruşursa, gəlin necə yazaq bunu? Deməli, F bunu hansı düsturla yazaq ki, daha rahat olsun. Bərabər radiuslu çevrələr sızıb varsa, söhbət radiusdan da gedirsə, onda gəlin neyniyək? R bərabərdir MV bölünsün QB-dən istifadə edək. Və buradan bizdən nəyi soruşur? Sürətləri. V-ni çıxarmaq üçün neynirik? R-i vururuq QB-yə, bölürük M-ə. Baxın, bir cins sahə söhbət bir cins sahədən gedirsə, deməli B hər kəs üçün eyni olacaq. Eyni radiuslar dediyi üçün bərabər radiuslar. R də hər kəs üçün eyni olacaq. Onda bu da bərabər idi nəyə? V-yə. Baxıram ki, onda V necə dəqiqə? Onların sürətlərinin modullarının nisbəti nəyə bərabər olar? Onda sürət deməli müqayisə edin. Sürət Q ilə düz asılıdır, M ilə tərs asılıdır. Gəlin neyniyək? Baxaq. Q ilə düz asılıdır. Burada M haqqında məlumat yoxdur. Mən elə bildim elektron. Bunu elektron kimi düşünə bilmərik. Çünki bizə proton elektron vermədiyi üçün elə bir dənə asılı götürürük nədən? Q-dən düz asılı götürürük. Onda neynirik? Yazırıq ki, bizə nəyi deyir? Sürətləri V1 bölünsün V2
bərabərdir. Düz aslı olduğu üçün Q1 bölünsün Q2-yə. Buradan da Q1-in yerinə yazırıq 2, Q2-nin yerinə yazırıq 6. Bu da eləyir 3-də 1. Yəni ikinci birincidən 3 dəfə böyük olduğu üçün 1-i 3-ə vururam. Bu da 13-cü suala baxaq. 13-cü sualda bizə proton verilib, helium verilib və bizə deyir ki, çevrənin radiusunu müqayisə edin. Və bir də bir məlumat var. Deyir kinetik enerjiləri bərabərdirsə. Onda radiusun elə bir düsturunu yazmalıyam ki, orada kinetik enerji də iştirak eləsin. Kök altında 2 kinetik enerji M bölünsün Q B. Buradan baxaq görək nə yazırıq. Baxın, onsuz da B hər kəs üçün eynidir. Çünki biznes söhbəti var burada. 2 də hər kəs üçün eynidir. Kinetik enerjini də deyir ki, hər kəs üçün eynidir. Yerdə qalır kök altında yük M bölünsün Q. İndi baxıram birinci helium üçün, yəni alfa zərrəci üçün. Alfa zərrəciyin kütləsi protonun kütləsindən 4 dəfə böyükdür. 4 də kök altından 2 çıxır. İndi gəldik Q-yə. Q isə alfa zərrəciyin Q-sü protonun kütləsindən 2 dəfə böyükdür. Bunu da buraya yazanda görürük ki, bir-birlərinə bərabər olmuş olurlar. Yəni onlar ki, kütləyə görə götürüb onu böyük götürə bilmərik. Çünki bizə kütləyə görə verməyibdir. Bizdən kinetik enerjiyə görə soruşur. Yəni kütlə biri digərindən böyüksə, deməli radiusda da fərqlidir ki, bu deyir kinetik enerjiləri eynidir. Ona görə də ikisini bir-birinə bərabər götürmüş olacağıq. Baxırıq 104-cü suala. 104-cü sualda deyir ki, proton daxil olur və nə zaman çevrə üzrə bərabər sürətlə hərəkət edər? Əgər proton perpendikulyar daxil olursa çevrə üzrə hərəkət edə bilər. Paraleldə sadəcə düz xəttlə bərabər sürətlə edəcək. Bu da oldu 2-nin və 4-ün olduğu variantlar. İndi gəldik 105-ci suala. 105-ci sualda eyni kütləli ionların mərkəzə qaçma təcillərini müqayisə edin. Gəlin neyniyək? Təcili yazaq. A bərabərdir F bölünsün M-dən. F-in yerinə Q və B, M-i yazsaq. Baxırıq ki, B hər kəs üçün eynidir. Niyə? Çünki biznes söhbəti var. Sonra, eyni kütləli deyir, kütlə də getdi. İonların mərkəzə qaçma təcillərini müqayisə edək. Deməli, baxaq, xətlərin perpendikulyar istiqamətdə sürət də verilib, Q də verilib. Deməli, mərkəzə qaçma təcili Q ilə də, V ilə də düz asılıdır. Birinci halda Q-nü V-yə vuranda olacaq 2QV. İkinci halda da vuranda olacaq 2QV. Yəni, hər iki halda da bərabər olduğu üçün təcilləri də biz bərabər götürəcəyik. Gəldi indi 106-cı suala. 106-cı sualda bizdən tezliyi istəyir. Ancaq baxıram ki, işin içində radius söhbəti var. Və deyə bilərsiniz ki, radius axı deyirdik asılı deyil. Ancaq burada yəni sonradan dəyişən bir şey deyil. Ayrı-ayrı kürələrdir deyə tezliyi məcburən götürəcəyik. Hansı düstura əsasən? N bərabərdir V bölünmüş 2 pi R düsturuna əsasən. Bax, fərqinə varsa, bax, burada deyir ki, sürətlə. Yəni, söhbət sürətdən gedir. Bu kürələri biz ayrı-ayrı təhlil eləyirik. Yəni, bir dənə hazır kürənin içərisində nəyisə dəyişdirmirik. Və baxıram ki, sürət eynidir, 2pi eynidir, tezlik radiusla tərs asılıdır. Əgər ikincinin radiusu böyükdürsə, deməli, birincinin də tezliyi 2 dəfə böyük olacaq. Ona görə də 2-ni 2-yə vururuq bu variantı. Aha, burada isə biinduksiyanı deyir. Gəlin biinduksiyanı yazaq. R bərabərdir MV bölünsün QB-dən. Baxıram, bizə deyir ki, eyni sürətlə V getdi. Biznes dediyi üçün B də gedir. Sonra gəlirəm kütləyə. Eyni sürətlə hərəkət edir və 2 də eyni protondan söhbət gedirsə, deməli kütlələri də eyni olacaq onsuz da. Yox, bizə dəqiqə. Biznes söhbətinə qarışdırdım. Mən ayrı-ayrı, hərəsinin özünə ayrı biznesdir. Burada 2 protondan gedirsə, kütlə ilə Q, yük bir-birinə bərabərdir. R ilə də B tərs aslı olmuş oldu. Deməli, ikincinin R-i böyükdürsə, birincinin də B-si böyük olacaq 2 dəfə. Ona görə bu da oldu, 2-ni vuracağıq A variantı. Gəlirik 108-ci suala. Baxın, deməli, bizə deyir ki, perpendikulyar daxil olmuş yükün, daxil olan yükün zərrəciyini vektorun qiymətini artırsaq, induksiya vektorunun qiymətini artırsaq, yəni B-ni artırsaq. Baxın, fırlanma tezliyi, tezlik bərabər idi, Q, B bölünsün 2pi M-dən düz asılıdır. Tezlik neyniyər? Artar. Təcile baxaq. Təcil nəyə bərabər idi? Q, B, A bərabər idi. Q, V, B bölünsün M-dən təcil də düz asılıdır. Təcil də artar, ancaq xüsusi yük dəyişməz. Gəlirik 9-cu suala.
Hansı ifadələr doğrudur? Bir cisim maqnit sahəsinin induksiya vektoruna perpendikulyar daxil olan yüklü zərrəcin sürətini artırsaq, V-ni artırsaq, sürəti artıranda nə baş verəcək? Sizcə, Lorentz qüvvəsi neyniyər? Əlbəttə ki, artar. Ona görə Lorentzi artar götürürük. Sonra dövrətmə periodu sürətlə asılı deyil, tezlik asılı deyil, ancaq radius asılıdır və düz asılıdır. MV böl QB-yə əsasən xüsusi yükdəki məlum məsələdir. Oldu 1 ilə 4. 10-cu sual, 110-cu suala baxaq. Biznes maqnit sahəsində qüvvə xətlərinə perpendikulyar daxil olan elektronun sürətini bu səfər azaldırıq. Sürət azaldısa, Lorentz azalacaq. Tezliklə periodla işimiz yoxdur, xüsusi yüklə işimiz yoxdur, radius azalar 1 və 5-in olduğu variantlar. 111-ə baxaq. Proton induksiya verilib, sahəsini çevrə üzrə dövr edir. Protonun dövrətmə periodunu mikrosaniyə ilə hesablayın. Hesablayaq. Deməli, protonun dövrətmə periodu üçün periodun düsturunu yazırıq. T bərabərdir 2 pi m bölünsün QB. Burada 2-ni saxladım. Pi-nin yerinə 3 yazdım. Kütlənin m-in yerinə 1,6 vurulsun. 10 üzərindən mənfi 27 yazırıq. Bölürük. Q-nin yerinə yazırıq. 1,6 vurulsun. 10 üzərindən mənfi 19. Niyə? Çünki bir dənə protondan söhbət gedir N-yə görə. Sonra B-nin induksiyanın da yerinə 2. M-lə olduğu üçün 2-ni bir dəfə də vururuq. 10 üzərindən mənfi, deməli 3-ə. Baxaq, 1,6-lar ixtisar gedir, 2-lər ixtisar gedir. Yerdə qalır və buradan da bu ixtisar gedir, 4 qalır. Yerdə 3, mikro ilə soruşduğu üçün ixtisar da getsək, buradan da qalacaq 30. Variant yoxdur, 30. 112-yə baxaq. 112-də nə deyir görək hələ. Alfa zərrəci və proton maqnit sahəsinə eyni sürətlə çevrə üzrə hərəkət edirlər. Dövrətmə radiuslarının nisbətini tapın. Baxın. Radiusun düsturunu yazaq. R bərabərdir MV bölünsün QB. Buradan alfa zərrəcik var, proton var. Bax, indi bizə nə deyir? Eyni sürətlə deyirsə, V hamı üçün eyni olacaq onsuz da. Dövrətmə radiuslarının nisbətini müqayisə edin deyirsə, heç nə. Gəlin ondan neyniyək? B də bir cinsdir deyə maqnit sahəsində eyni sürətlə hərəkət edir. P maqnit sahə, yəni maqnit sahəsi hamı üçün eynidir də, onsuz da eyni maqnit sahəsindədirlər. Deməli, radius kütlə ilə düz, Q ilə də tərs asılı olacaq. Birinci gəlin R alfaya baxaq. R alfa üçün kütləsinin yerinə 4 yazıram. Q-nun yerinə də 2 Q yazıram. İndi gəlirəm R proton üçün. Kütləsinin yerinə M yazıram, 1 yazıram, yəni yükünün yerinə də 1 yazırıq. Bu da eləyir 4 bölü 2-dən 2. Deməli, alfa böyük olacaq protondan 2 dəfə. Onu da böldük, nisbəti 2-yə bərabər olmuş oldu. Və gəlirik sonuncu nəhayət ki, burada da periodları istəyir. Gəlin periodun da düsturunu yazaq. T bərabərdir 2 pi m q b. Eyni bizim sahədən söhbət gedir. B ilə işimiz qalmadı. 2 ilə pi ilə də işimiz qalmadı. Bu da eynən kütlə ilə düz, yük ilə. Baxın, eyni bayaqçı kimi. Yerlərinə qoysaq görəcəyik ki, burada da 2 dəfə alfa zərrəci protondan böyük olmuş olacaq.